Axır ki gəldim, evimizə çıxdım. Bu balaca qız bizim üçün çox darıxıbmış. Baxın, görürsünüz necə şirinləyir. Bütün paltarları tökmüşəm. Paltar yuvanın qarşısında gözləyirlər ki, yavaş-yavaş yuyum bunları. Gələn kimi yetişim, yemək oldu. Çünki çox acmışdım. Bu da bizim adaptörümüz. Daha doğrusu mənim adaptörüm. Bunları ora aparmışdım, rayona gedəndə aparmışdım ki, güya bunlarla təlimlə bağlı, mənim apreldə təlim başlayır. Təlimlə bağlı mövzular olacaqdı, onları falan yazacaqdım, amma eləyə bilmədim. Onları inşallah sabahdan etibarən başlayacağım onlarla məşğul olmağa. Dəftərlərimi çıxardım. Bu arada siz necəsiz, nə edirsiniz, nələr etmişsiniz? Bilirsiniz qızlar, elə yorulmuşam, elə bir dünyanın işini görmüşəm. Elə böyük bir işdə görməmişəm də, yəni. Düzdür, tamam da oturmamışam, yəni. İstirahət mərkəzində deyildim də. Qohumumuz yerə getmişdim, qardaşım yerə getmişdim də, yəni belə deyək. Buna görə ev işləri biraz var idi. Amma ki, ta o qədər də yox. Apardıqlarımın çoxunu demək olar ki, istifadə eləmədim. Yalandan yerə aparmış oldum, narsız. O deyirləri, sumkanı yığıb gedirik. Gedirsən, orada heç nə işlətmirsən, bax o vəziyyətdə. Deməli qızlar, sumkamı sökürəm, bir görək, bura nə aparmışdım. Bu şampun, orada almışam. Qurtardı şampunumuz. Sonra əslində orada saçımı yumaq fikrim yox idi. Çünki 2-3 günlük idi, amma yenə də ağız yaxalayıcıdır, daha doğrusu yəni ağızda o yaralar var, ona görədir. Bunlar oraya gedəndə götürdüyüm kremlərdir. Bu da Toğul bəy iquşkasıdır. İnanırsınız ki, uşağın iquşkası bizim əşyalarımızdan çox olur. Bu da paltarlardır. Bunu birbaşa belə boşaldıram. Toğulun paltarlardır. Bir sumkaları açıq tökürəm ki, görüm nə qaldı, nə qalmadı da. Hələ də saat neçədən gəlmişik, hələ də töküşdüründə. Nə qədər paltar olarmış. Heç belə təsəvvür eləməmişdim. Köynək, pijama, deməli, geyindik, geyinmədik. Bir sürü paltar aparmışam. Düzdür, əslində oraya gedəndə fikirləşirdim ki, yəqin hərəsi ilə bir dəfə də olsa geyinib video falan çəkəsən. Amma inanırsınız, orada vaxtım olmadı. Hələ mənim videolarımı baxanlar gördü də, maksimum şəkildə çalışmışam ki, video falan çəkim. Onunla belə adamın əynini dəyişməyə vaxtı olmur. Elə nə giyinirsən, onunla da qalırsan. Hə, qızlar, neysə. Axır getdik, gəldik. Bu bayramda belə ötürdük. Qərarsız qalmışam. Birinci uşağın paltarlarını yuyum, yoxsa öz paltarlarınızı yuyum. Çünki uşağın da paltarları lazımdır, öz müskülərdən. Dəstəkdən də paltarların çoxunu apardığıma görə demək olar ki, artıq əldə istifadə eləməyə cömərli paltar qalmayıbdır. Neysə, axır uşağın paltarlarını yuyaq birinci, eyb yox. Sonra keçərik öz paltarlarımıza. Siz nə edirsiniz qızlar? Nə iş görmüsünüz? Bayrama hara getdiniz? Nə ediniz? Nə iş gördünüz? Neysə, keçək ünlüdə axşam yeməyi üçün hazırlıq görək. Belə bir toyuq var. Gələndən qoymuşam çölə açılsın. Sağ olsun, o da ancaq zülümdən indi açılıbdır. İndi bunu doğrayıram xırda-xırda ki, onu bir əl pörtlədim. Ondan sonra nəsə bişirim. Doğruya gəlin bu bayram sizə nələr etdiyimdən danışım. Bayramın birinci günü öz evimizdə oldu. Sonraki günlər dedik ki, duraq gedək rayona. Yoldaşım Füzulidəndir. Biz də Füzuliyə yollandıq qaynıtamgilin evinə. Getdik birinci gün biraz yorucu gün olduğu üçün yol yormuşdu. Artıq heç iş görməyə heyimiz qalmamışdı. Yedik, içdik və yatdıq. İkinci gün səhər açıldı, yeməyimizi yedik və durduq, düzəldik yola. Dedik, gəlmişkən evdə oturmaq olmaz, gedək qohum əqrəbaya baş çəkək. Birinci başladıq baldızımla. Düzdür, baldızım həminki gün bizdə idi, ancaq onu da götürdük, getdik yenidən onlara. Biraz orada oturduq. Sonra eltisi gil yaxında qalır, biraz onlara getdik, dedik, güldük, söhbət elədik. Sonra yoldaşımın dayısı gilə getdi, biraz da orada oturduq. Rayon yeri belədir də, qızlar bilirsiniz, yaxın olduğuna görə evlər. Elə
oradan çıxırsan, oraya girirsən, qohum dalıca. Bir də görürsən ki, axşam saat neçə oldu. Sonra da fikirləşdik ki, Qaqras Şuşaya yollar açılıbdı. Biz də yəni müraciət eləyib getmək olur da portalla. Amma portalda bir gün əvvəlcədən vurmalıymışsan. Ona görə bizim 1-2 gün orada vaxtımız getdi. Getdiyimiz günün elə bir səhərsi yox, o birisi günü portaldan qeydiyyatdan keçdik və ailəli şəkildə qaynatan, biz, sonra baldızımın uşaqları, yoldaşı falan hamımız durduq, düzəldik, yola getdik Şuşaya. Şuşaya gedəndə hava dəhşət soyuq keçdi. Yəni mən Şuşanı həyatım boyu birinci dəfə görürdüm. Əvvəllər Şuşaya getməyə qorxurdum açığı. Yeni alınmış ərazi olduğuna görə narahat olurdum ki, birdən də yeni nəsə müharibə falan belə şeylər olar. Ancaq Allah'a şükür ki, başımıza heç bir pis hadisə gəlmədi. Sağ-salamat getdik, qayıtdıq. Düzdür, yolun biraz məsələn bizə çox uzaq oldu. Çünki biz Şuşaya portal vurmuşduq. Ancaq Xankəndi yolu ilə getdik. Dedilər ki, Şuşanın pervalları var, çox pis olur, oradan getmək olmur. Ona görə Xankəndi yolundan getdik. Orada da bir 5 dənə post keçdik. İnanın, hər postu saxladılar da, yəni. İnsanı bildiyin həyatından bezdirirlər o postdakılar. Bir posta yarım saat, bir posta 15 dəqiqə. Nəsə axır ki, 2 saatlıq, 3 saatlıq yolu biz 5 saata getdik, çıxdıq Şuşaya gedib çıxınca. Ondan sonra birinci Xankəndiyə girdik. Xankəndi dağılıb tökülüb. Demək olur orada ümumiyyətlə yaşayış yox kimi bir şeydir. Bir dənə şəhərin mərkəz sayılan yerində binalarda biraz yaşayış var, restoranlar var orada 1-2 dənə. Bir də indi orada nəsə belə tam məşhur yerlərdə kimsə var da, yəni. Sonra Xankəndidən Şuşaya keçdik. Şuşa dağlıq ərazidir, daha çox soyuq olur. Xankəndi ondan biraz daha isti idi. Tərslikdən biz də elə vaxtda getdik, çıxdıq. Yağış, çoğun, elə bir bizi gözləyirmiş. Şuşa qalasında yenə biraz şəkil falan çəkdirdik. Sonra düşdük, təzədən mindik maşına, qalxdıq Cıdır düzünə. Cıdır düzündə qar başladı. Çoğun kimi adamın üzünə vururdu. Yəni orada ümumiyyətlə istirahət etmək mümkün olmadı. Sonra yenə qayıtdıq Şuşadan Füzuliyə. Füzuli təzə salınmış Füzuli şəhərini deyirəm. Çox əla şərait yaradıblar orada. Yəni yaşayış üçün istədiyin hər şey var da. Marketlər var, irşad var. Yəni orada da kredit götürə bilərsiniz. Sonra salonlar, bağçalar, məktəbə qədərlər, xalça yuma, o bu nə istəsən var da, yəni. Yaşayış üçün nə lazımdır, hamısı var idi orada. Yəni prosta şəhər özü əlavə bir şəhərcik kimi salınıbdı. Qıraq bucağına çox girməyəsən də, yəni biraz ərazidən uzaqlaşdım, çöllükdür, heç nə yoxdur oralarda. Amma binalar yavaş-yavaş tikilə-tikilə gedir. Belə baxırsan ki, deyəsən oranı da şəhər eləmək istəyir. Bu Novruzdan bu qədər. Videonu bəyənməyi və rəy yazmağı unutmayın.